Salam, hər vaxtınız xeyir olsun. Bugünə kimi bişirdiyiniz ballı tortları qoyun bir kənara. Mən sizə ən gözəl resepti paylaşıram. Karamel dadında yumuşaq pambıq kimi ballı tort. Ərzaqları videonun altında qeyd edirəm, oradan baxa bilərsiniz. 200 qram çərək yağı, üzərinə 2 stəkan şəkər tozu, 4 yemək qaşığı bal əlavə edib qarışdıraraq əridirəm. Tam əridikdən sonra üzərinə 1 çay qaşığı soda əlavə edib dayanmadan qarışdırıram. 1-2 dəqiqəyə artıq bu qarışım rəngini dəyişib karamel rəngi alır. Daha sonra ocaqdan götürüb ayrıca bir qaba əlavə edirəm ki, bu qarışım soyusun. Çünki üzərinə yumurta əlavə edirəm. Yumurtanı isti kütləyə əlavə etmək olmaz. 4 ədəd yumurta əlavə etdim. Yumurtanı da tək-tək əlavə edin. Daha sonra üzərinə 1 paçka vanil, bir də unu az-az əlavə edib qarışdırın. Məndə 5 stəkan yarım un getdi, bəzən 6 stəkan da olur. Ona görə unu hər zaman az-az əlavə edin. Belə bir kıvamda kütlə alınır. Dəzgahın üzərinə 1 stəkan un əlavə edib, hazırladığım kütləni unun üzərinə əlavə edib xəmiri yoğuracam. İçəriyə doğru qatlayaraq bu qaydada xəmiri yoğururam. Un az olarsa əlavə etmək olar. Ələ yapışmayan bir xəmir hazırladım. 8 hissəyə bölüb kündələyirəm. Kündələri yığacağım qabı öncədən unlayıram ki, yapışmasın. Daha sonra yağlı kağızın üzərinə biraz un əlavə edib kündələri rahatlıqla açıram. Sobanı öncədən də 180 dərəcədə isitmişəm. Bu qaydada açıb dairəvi şəkildə kəsirim. Bişirmədən öncə kəsəndə daha səliqəli olur. Bunu tarelka vasitəsilə də bu qaydada kəsə bilərsiniz. 4-5 dəqiqə bişsə bəsidir. Çünki çox bişirəndə yanır. Yəni şəkərli xəmir olduğu üçün tez bişir. Buna diqqət edin. Kremin resepti bundan öncəki videoda var. Paylaşmışam. Qaymaqlı kremlə hazırlamışam bu tortu. Kənarlarını da blenderdən keçirdib üzərinə əlavə etdim. Zövqə görə üzərini bəzəyə bilərsiniz. Mən belə düşbərə kəsəni qoyub üzərinə şəkər pudrası əlavə etdim və pətək formasında görüntü alındı. Tortu bölüb içini də sizə göstərəcəm. Elə tortun kəsilişindən bilinir ki, tort necə yumuşaqdır. Təəssüf ki, sizə dadını çatdıra bilmirəm, amma möhtəşəmdir. Mütləq hazırlayın. Videomu da bəyənib yaddaşa verməyi unutmayın. Kəşfətdən gələn izləyicilər mütləq səhifəmə göz atın. Bundan öncə ballı tort paylaşmışdım. Möhtəşəm bir reseptdir. Hər kəs çox bəyəndi. Dedim elə Napolyon tortunu da sizinlə bölüşüm. İlk öncə qaba 4 stəkan un əlavə edirəm. Daha sonra 400 qram yağı una bulayaraq süzgəcdən keçirirəm. Əlimlə un və yağı yaxşıca umaç hazırlayıram. Kənarda yarım stəkan su, soyuq su, mütləq soyuq olmalıdır. 1 qaşıq sirkə, 1 ədəd yumurta. Qarışdırıb un və yağ qarışımını əlavə edib xəmir yoğururam. Xəmiri elə yoğurduğum an kündələyirəm. Gözəlliyini görürsünüz qızlar. 7 hissəyə ayırıb xırda kündələr hazırlayıram. 2 saat soyuducuda gözlədirəm. Daha sonra istədiyim ölçüdə açıb kənarlarını düzləşdirib 200 dərəcədə bişirdim. Kənarlarını ən sonda ovalayıb üzərinə əlavə edəcəm. İndi keçək kremi hazırlamağa. İlk öncə zabarnoy kremi bişirirəm. Yarım litr süd, yarım stəkan şəkər tozu, 2 qaşıq kraxmal, 1 ədəd yumurta. Qarışdırıb qoyuram ocağa. Vamxotda tam qaynar düşüb qatılaşana qədər bişirdim. Ən sonda şəkərli vanilin əlavə edib ocaqdan götürürəm. Üzərini örtüb gözləyirəm. Tam soyusun. Yağ, qatılaşdırılmış süd, bişirdiyim krem hamısı eyni otaq temperaturunda olmalıdır. Yağ və qatılaşdırılmış südü qarışdırdım. Daha sonra üzərinə bişmiş kremi qaşıq-qaşıq əlavə edib qarışdırdım. Bu arada mənim kremim istədiyim kimi alınmadı. Çünki yağım yaxşı değildi. Həmişə istifadə etdiyim yağdan almamışdım ona görə. Amma siz buna diqqət edin. Əgər turş məzə olmasını istəyirsinizsə, ara qatlarına az-az malina əlavə edin. İnanın malina bu torta çox yaraşır. Mütləq hazırlayın. Videomu bəyənməyi unutmayın.